Bu heyvan ilanlar aləminin terminatorudur. Sürəti o qədər yüksəkdir ki, siz gözünüzü qırpana qədər o artıq hücum pozisiyasını alır, hədəfi seçir və zərbəni endirməyə hazırlaşır. Dostlar, hər həftə belə təhlükəli canlılar haqqında araşdırmalar gəlir. Bu ailəyə qoşulmaq üçün abunə olmağı unutmayın. Dostlar, gəlin biraz daha dərinə gedək. Kral kobranın latınca adı Ophiohagus hannahdır. Mənası ilan yeyən. Bax, bu nöqtədə dayanaq. Bu canlı niyə sıçan və ya qurbağa ilə kifayətlənmir? Çünki o mütləq hakimiyyət istəyir. Kral kobra öz krallığında rəqib tanımır. Minusunda ən zəhərli gürzələr, pitonlar və hətta özündən kiçik kobralar belə var. Təsəvvür edin, meşədə bir zəhərli ilan başqa bir canlını ovlamaq istəyir. Amma qəfildən arxasında kral kobranı görür. O anda rollar dəyişir. Ovçu dərhal ova çevrilir. O rəqibini dişləyir, zəhərə vurur və onun iflic olmasını soyuqqanlıqla izləyir. Sonra isə onu bütöv şəkildə udur. Bu təbiətin ən amansız və ən ədalətli qanunudur. Güclü olan qalib gəlir. İndi gələk o məşhur zəhər məsələsinə. Dostlar, kral kobranın zəhəri dünyanın ən toksik zəhəri deyil. Bəli, düz eşitdiniz. Qara mambanın zəhəri bəlkə də daha kəskindir. Amma kral kobranın bir üstünlüyü var, kəmiyyət. Onun zəhər kisələri o qədər böyükdür ki, bir dişləmədə bir stəkanın 1/4-ə qədər zəhər ifraz edə bilir. Bu miqdar nəhəng bir Afrika filini cəmi 3 saata diz çöktürmək üçün kifayətdir. İnsan üçün isə sadəcə 15-30 dəqiqəlik bir vaxt deməkdir. Zəhər birbaşa mərkəzi sinir sisteminə hücum edir. Nəfəs almaq çətinləşir, görmə qabiliyyəti itir və ürək dayanır. Ən qorxulusu isə odur ki, o dişlərini hədəfə keçirəndə onları dərhal çəkmir. Zəhəri son damlasına qədər yerdənə qədər sıxır. Amma bu qədər qəddarlığın içində bir ana şəfqət də var. İnanmayacaqsınız bəlkə, amma kral kobra dünyada yuva quran yeganə ilandır. Bəli, o quyruğu ilə yarpaqları bir yerə toplayır. Özünə 2 mərtəbəli bir villa düzəldir. Aşağı mərtəbədə yumurtalarını qoyur. Yuxarı mərtəbədə isə özü keşik çəkir. Balalar çıxana qədər həftələrlə ad-susuz oranı qoruyur. Kim deyə bilərdi ki, meşələrin ən qorxulu qatili eyni zamanda belə fədakar bir valideyndir. Amma bir detal var. Balalar yumurtadan çıxan kimi ana oradan uzaqlaşır. Niyə? Çünki o qədər ac olur ki, öz balalarını yeməmək üçün bu fədakarlığı edir. Bax, bu həqiqi səmiyyət budur. Bəs bu canlı bizdən nə istəyir? Əslində heç nə. Kral kobra insanı bir qida obyekti kimi görmür. O sadəcə hörmət olunmasını istəyir. Əgər bir kral kobra ilə rastlaşsanız və o papağını açıb sizə baxırsa, bu hücum edəcəm demək deyil. Bu dayan, yaxın gəlmə xəbərdarlığıdır. Bəzən onlar insanı dişləyərlər, amma zəhər vurmurlar. Buna quru dişləmə deyirlər. Çünki o bilir ki, sən onun qidası deyilsən və zəhərini sənə boşuna xərc etmək istəmir. O zəhərini sonraki ov üçün saxlayır. Bu heyvan həm də inanılmaz yaddaşa malikdir. Heyvanxanalarda işləyən insanlar deyirlər ki, kobra onu bəsləyən adamlara kənar adamı dərhal ayırd edə bilir. Dostlar, bugün kral kobranın o sirli dünyasına baş vurduq. O həm bir qatil, həm bir memar, həm də bir kraldır. Təbiət onsuz daha çox xaotik və təhlükəli olardı. Sizə bir sualım var. Təsəvvür edin ki, əlinizdə bir sihirli güc var və bu heyvanla bir dəqiqəlik danışa bilirsən. Ona nə sual verərdin? Yoxsa nə sual? Dərhal qaçardım deyənlərdənsiniz. Fikirlərinizi şərhlərdə gözləyərəm. Videonu bəyənməyi və səmimi ailəmizə qoşulmağı unutmayın. Unutmayın, hər bir bəyənmə yeni bir sənədli film deməkdir. Növbəti videoda görüşənədək özünüzə yaxşı baxın.